Mərhəmətli və rəhimli Allahın adıyla. Uca Rəbbimiz buyurur, yaxşılıq edin. Həqiqətən Allah yaxşılıq edənləri sevir. Başqa ayədə buyurulur, Allah sənə yaxşılıq etdiyi kimi, sən də başqalarına yaxşılıq et. Yəni dünyada ikən, axirət üçün çalış. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir, əməllər ancaq niyyətlərə görədir. Hər kəsə də yalnız niyyət etdiyi şey qalacaqdır. Yəni ibadətlərimizi və etdiyimiz yaxşılıqları insanlara hiss etdirməyə çalışırıqsa, günah qazanırıq. Cəbrail hədisində buyurulur, ehsan nədir? Peyğəmbərimiz cavab verir, ehsan odur ki, Allaha sanki onu görürmüşsən kimi ibadət edəsən, sən onu görməsən də bil ki, o səni görür. Başqa hədisdə buyurulur, uca Allah qiyamət günü insanları mükafatlandıracağı zaman riyakarlara belə buyuracaq, dünya həyatında ikən əməllərinizi göstərdiyiniz kəslərin yanına gedin, qoy sizin mükafatınızı onlar versin.